Bu seriyada öz tərkibində 2 yerə bölünür. Deməli, bu bizim videomuz 2 həftədən bir yayınlanır. Biz orada danışırıq son həmin o 2 həftədə baş verən yeniliklərdən və danışırıq ümumiyyətlə bu sahəni dəyişən, ölməyən, ümumilikdə, yəni həmişə o orada qalır da. Məsələn, indi mən danışacağım məlumatları indi görəcəksiniz. Bu həmin stildədir. Yəni məsələn, tutaq ki, 1500-cü ildə filan hadisə baş verdi. O hadisədən sonra belə-belə şeylər yaranmağa başladı. Bir də belə timeless ingilislərin dediyi ölməyən, zamansız xəbərlərimiz var ki, onlardan danışacağıq. İndi biz bugün danışırıq zamansız xəbərlərdən və hər bölümümüzdə 5 xəbərdən danışacağıq. Deməli, bugünkü mövzularımızın birincisi, arada belə buradan parqalkaya baxacağım. Deməli, bu danışacağımız mövzulardan birincisi ilk fotoşəklin yaranmağıdır. İnsanların bu vaxta qədər siz təsəvvür edin ki, real baş verən hadisənin hansısa bir formada saxlanılmasına başlayır insanlar. Bu necə olur? 1826-cı ildə Joseph adında bir nəfər neyniyir? Özünün balkonundan bir dənə şəkil çəkir. Şəklini çəkir, hansısa bir qutunun içərisində bir kağızı yerləşdirir və o kağıza gələn günəş işıqlarını uzun müddət qutunu orada saxlayır. Bir nöqtədən ora işıqlar daxil olur. Uzun müddət saxlayır və sonra ona neqativdə baxanda görünür ki, orada hansısa bir şəkil formalaşıb. İlk şəkil çəkildi kimi buna yox. Artıq siz təsəvvür edin, bugün istifadə etdiyimiz kameraların istifadəsinə başlamaq kimi bir fikirləşin. Çünki videolar da şəkillərdən ibarətdir. Bu vaxta qədər adamlar nə edirdilər? Adamlar sadəcə əllə çəkirdilər. Yəni rəssamlar əllə çəkirdilər. O necə olurdu? Yəni rəssamın özünün görməyindən asılı olaraq bu məsələ dəyişirdi. Yəni rəssam baxırdı, səni necə təsəvvür eləyir, sənin ona verdiyin hisslər, o məşhur bir serial var, Crown serialı, Netflixdə var. 2-ci Elizabethin ümumiyyətlə atasının 4-cü Kral George'un rəhmətə getməyindən başlayır, Elizabethin kraliçə olmağından və sona qədər o barədə danışır. Deməli, orada bir yerdə Winston Churchill'in şəklini çəkməyə gələn bir rəssam var. Onun xoşuna gəlmir, Churchill özü də rəssam olur. Onun xoşuna gəlmir, deyir ki, sən məni yaxşı göstərməmsən orada, amma əslində insanların Winstonu necə gördüyünü həmin şəkildə həmin rəssam göstərmişdi. Biraz belə oturan yerdə həmişə onu ayaq üstə belə qüdrətli kimi yox, oturan yerdə əlində siqarı ilə zat belə bir şəkil çəkirdi. Yəni bu vaxta qədər bütün şəkillər bu formada gedirdi. Rəssamlar o adamı cəmiyyətə verdiyi hissiyatlar nədirsə, ona görə çəkirdilər. Amma siz təsəvvür edin ki, indi bundan sonra reallığı artıq özündə saxlamaq üçün belə deyək ki, bir şey kəşf edir. Artıq hansısa olmayan bir şey deyil. Yəni, belə bir şey artıq mümkündür. Onlar da yəni insanlar artıq bu sahəyə maraqlanıb, onun üstündə daha da inkişaf elətdirib, bugünkü istifadə etdiyimiz kameralara qədər gətirib çıxardıblar yəni bu prosesi. Şəkillərin yəni yaranması, şəkillərin bu vaxta qədər belə gəlməyi, videoların yaranması hamısı məhz həmin şəkildən başlayır və bugünkü günə qədər bu proses bu formada böyüyüb, məşhurlaşıb, insanlar arasında fotoqrafiya adı altında bir şey yaranıb. Maraqlıdır, ikinci xəbərimizdən danışaq. Başlayır hərəkətli şəkillər dövrü. Deməli, 19-cu əsrin əvvəllərində Lumière qardaşları nəyi kəşf edirlər? Bu bizim üçün əsas xəbərimizin başlığı ola bilər ki, görüntülər hərəkət eləməyə başlayır. Lumière qardaşları 19-cu əsrin əvvəllərində nə edirlər? Görüntülərin, şəkillərin bir-birini izləyən formada hərəkət elədiyini kəşf edirlər. Bu adamlar kəşf edirlər ki, əgər arxa-arxaya şəkilləri biz düzsək və onlar bir-birinə sürətlə hərəkət eləsələr, həmin o görüntülər o şəkildə hərəkət eləyirlər. Və bu formada ilk videonun, ilk animasiyanın, ümumiyyətlə televiziyada, telefonda hər yerdə baxdığımız hər şeyin ilkin əsası qoyulmağa başlayır. Yəni hansısa freymləri dəyişərək bir görüntü almaq məsələsinin ilk bazası qoyulur. Necə ki, məsələn, IMAX indi kameraları şeylər deyirlər, filmlər çəkirlər məsəl üçün və yaxud da əvvəl lentlərdə çəkilən şeylər var idi. Orada necə olurdu? Orada ayrı-ayrı kadrlardır. Sadəcə o lent içəridə çox sürətlə hərəkət eləyir. O şəkillərin də içindən bir dənə arxadan bir işıq vurur. O şəkillər onun üstündən sürətlə keçdiyinə görə
Ekranda şəkillər bir-birinin dalınca hərəkət eləyir və ekranda video görüntüsü əmələ gəlir. Ona görə o vaxt ki, əslində indiki televizorlarda da var, sadəcə o çox sürətlidir deyə biz elə bir şey görə bilmərik. Deməli, o vaxt televizorlarda necə idi? Ortadan qara xətt gedirdi. Ortadan gedən qara xətt məhz o iki kadrın ortasında olan həmin o hissə idi ki, o çox sürətli keçmirdi deyə həmin o qara xətti biz görə bilirdik. Və bundan sonra artıq biraz təzə dövrümüzə doğru gəlsək, indi biz çox qoca deyilik də, biz həmin vaxtları görməmişik. Yəni televizor Камера обскура начинается. Камера обскура, помнишь, да? Da, вот. Biz deməli bu məsələləri görməmişik, amma mən məsəl üçün kənddə böyümüşəm. Bizdə orada hələ televizorlar, ağ-qara televizorlar, köhnə televizorlar, həm də həmin vaxtlarda arxası türklər onu tüplü televizorlar deyirlər. Bu televizorların məşğul olduğu vaxtda sən məsəl üçün video kamera ilə və yaxud da telefonla həmin o şeyə baxanda, televizora baxanda normal gözlə görünməsə belə, telefonla baxanda orada kadrın keçməyində ortasındakı şeyi görə bilirdin. Çünki telefondakı videonun FPS-i ilə onun FPS-i üst-üzə düşmürdü, onun FPS-i daha yavaş idi deyə o kadrın keçməyini o göstərirdi bizə. Təbii ki, onda FPS adı nədir bu məsələləri bilmirdik. Amma yəni indi başa düşəndə bilirsən ki, deməli bu Lumir qardaşları bu 19-cu əsrin əvvəllərində bu məsələni kəşf eləməsəydilər, belə şeylər olmayacaqdı. Yəni onlar 1826-da Josefin bu şəkili tutmaq məsələsindən sonra şəkillərin bir-birinin ardınca bir hərəkətlilik yaratdığını başa düşüb, indiki istifadə elədiyimiz videoların belə deyək ki, əsasını qoydular və ümumiyyətlə bu bazara artıq video məsələsini gətirdilər. Deməli, bugün onsuz da başlamışıq ilk şəkildən, ilk videodan, indi də səsdən davam eləyirik. 1927-ci ildə. Bu biraz tarix dərsi kimi olur, amma yəni mən tarixi prosta deyirəm, yəni sadəcə ümumi məlumat olsun deyə. Bizim üçün vacib deyil neçənci ildə bu məsələ olub. Əsas bu məsələlər hardan gəlib onu öyrənmək istəyirik. O bizə maraqlıdır. Deməli, 1927-ci ildə nə olur? 19-cu əsrin əvvəllərində adamlar artıq kadrların bir-biri ilə hərəkət elədiyini görürlər və başa düşürlər ki, bunları artıq biz insanlara bir hekayə anlatıcılığı, türklər demiş, storytelling düzəldə bilərik. Türklər demiş storytelling yox. Türklər demiş hekayə anlatıcılığı, ingilis dilində storytelling. Storytelling eləyə bilərik. Yəni ki, hekayələri insanlara danışa bilərik və baş vermiş hadisələri biz insanlara bunu göstərə bilərik. Amma bu hekayələri göstərəndə axı biz danışırıq. Axı biz səsi ötürməliyik və insanlar buna baxanda gələcəkdə burada hansısa bir səs də olmalıdır. Və bütün bu hadisələr bir-birinin üstündən gəldikcə artıq yavaş-yavaş emosiyaları ötürmək, insanlara bu emosiyaları vermək məsələsi ortaya çıxır. Bu emosiyaları daha da yaxşı ötürmək üçün 1927-ci ildə deməli nə edilər? İlk səsli kino hazırlanır. İlk səsli kino hazırlanır. The Jazz Singer filmi olur. And there's Herbert Bremen, the great the Jazz Decade. Və bu ilk səsli kino deyəndə bu sinxron səsli kinodan söhbət edir. Yəni bir neçə nəfərin danışdığı, belə dialoqların olduğu kinodan söhbət gedir. Bu kino ilə artıq bu vaxta qədər səssiz baş verən sinema, bizim səssiz gördüyümüz film ancaq yəqin ki, Charlie Chaplin-in məsəl üçün səssiz filmləri var idi axı. Necə ki, orada məsələn o hərəkətləri eləyirdi. Və səs olmadan biz Charlie Chaplin videolarına baxırdıq, kinolarına baxırdıq. Düzdür, indi Charlie Chaplin çox böyük insandır. Yəni onu ötürə bilib, amma təbii ki, bizim kimi adamlar, mən məsəl üçün indi burada durmuşam, ağzımı tərpədirəm, siz mənə baxırsınız, səs sənə kəşf olunmayıb, səs yoxdur, təsəvvür eləyin də. Bu 1927-dəki bu The Jazz Singer məsələsində onlar artıq sinxron səsi kinoya gətirirlər və ilk səsli kinolar, filmlər artıq yayınlanmağa başlayır və bununla da artıq insanların, deməli, şəkil, real hadisəni götürür, hərəkətli kadrlar, kadrların hərəkəti, davamı, bu artıq videonun bazası olur və onun üçün səs əlavə olunanda artıq insanlar emosiyaları ötürməyə başlayırlar. Emosiyalardan danışmağa başlayırlar və özlərinin hiss elədiklərini insanlara göstərməyə başlayırlar. İndi bundan sonra gələn başqa biraz da daha maraqlı emosiyaları ötürmək məqsədi daşıyan başqa bir məsələmiz də var. Deməli, bu vaxta qədər olan məsələlərdə bizim gördüyümüz şeylərdən danışırdıq. Hərəkətləri verdik, məsələn, şəkili verdik, səsimizi də ötürdük. Amma məsələ orasındadır ki, əvvəlki televizorlar ağ-qara idi. Yəni, insanlara əvvəllər videonu ancaq ağ-qara formada ötürə bilirdilər. Çünki həmin dövrün texnologiyası hansısa bir rəng onun içində yox idi. Bu vaxta qədər ancaq ağ-qara formada gedirdi. Yəni ki, belə deyək də, kompüterdə olan kimi ya var, ya yoxdur.
varsa qaradır, yoxdursa ağdır. Əslində yəni qara ilə ağ deyə bir rəng yoxdur da. Ağ sadəcə bütün rənglərin yansıdılmış versiyasıdır. Qara bütün rənglərin yeyilmiş versiyasıdır. Yəni bütün rəngləri uduramsa qarayam, bütün rəngləri yansıdıramsa ağam. Və bu texnologiya ilə bu məsələlər yayılırdı. Deməli, həmin dövrdə, həmin vaxtda artıq başlayır bu videolara görüntülər artıq rəngli formada verilməyə. Yəni görüntülər artıq bu məsələdə emosiyalara çevrilir. İnsanlar artıq səsə də qulaq asa bilir, insanlar artıq hərəkətləri də görə bilir, şəkil də çəkə bilirlər və rəngin gəlməyi ilə bağlı YouTube-da zətdə çoxlu videolar var. Hansı televiziya ilk dəfə rəngliyə keçəndə necə keçir? Məsəl üçün biri xəbərlərdə tutaq ki, fişəng partladırlar, o fişəng partladan müddətdə tez keçirlər rəngli kadra, orada fişəngin partlayanda artıq sən onun rənglərini görürsən. Sonra İngiltərə çox yaxşı keçmişdi. Belə fərqli dövlət televiziyalarının kanallarında onların ağ-qaradan rəngliyə keçmə şeyləri var. Çox maraqlıdır, baxa bilərsiniz. Rəngli ilə də artıq insanların videoda tam emosiyalarını ötürmək və bugünkü gündə artıq color grading deyilən bir sahənin formalaşmasına gətirən bir sahə yarandı. Belə deyək ki, baza yarandı. Artıq bugünkü gündə biz color grading məsələsi, məsələn, Azərbaycanda bu bizim ən yaralı yerlərimizdən biridir. Yəni, barmaqla sayılası bir neçə dənə proyekt görə bilərsiniz ki, orada rənglər məsəl üçün sənə fikirləşdiyin, əslində bunun sənə nə ötürmək istədiyini başa düşə bilirsən o rənglərindən. Amma yəni, ümumiyyətlə kinolar yığılanda necə yığılır? Yəni, orada rəng ən əsas ünsürlərdən biridir. Bir dənə məsəl var idi həmişə ki, əgər videonun məsəl üçün keyfiyyəti çox yaxşıdırsa, videoya siz baxırsınız, məni çox yaxşı görürsünüz, nə bilim 8K, 16K çox qəşəngdir. Amma videoda məsələn səs çox pisdir. Video nə qədər də yaxşı olsa, əgər səs pisdirsə, o videoya baxan adam olmayacaq. Yəni çünki o pis səsi eşitmək heç kim istəmir. Və o pis səsə dayanıb, qulaq asıb, ona dözmək heç kim istəmir. Ona görə səs əsas məsələdir. Amma rəng məsələsinə gələndə indi bizdə necə olur? Bizim məsəl üçün adi gördüyümüz formada tutaq ki, rəngləri düzəlişdirirlər. Amma rəngin öz texnologiyasını öyrənəndə, rəngin dərinliyinə gedəndə, rəngin içində insanlara əslində sən emosiyaları ötürməlisən. Rəngin sənin orada verdiyin fərqli tonlar insanlara özünü necə hiss eləməyini şuuraltı yer edən məsələlərdən biridir. Yəni məsəl üçün biz kadrda tutaq ki, daha isti tonlardan istifadə ediriksə, bu sizdə videoya qarşı oradan aldığınız emosiyalara sizi daha da yaxın hiss elətdirir. Yox, məsəl üçün biraz çox ağ, göy rəngə yaxın tonlardırsa, o artıq sizə videoda nə bilim qorxu yaradır, videodan sizi uzaqlaşdırır, daha həyəcanlı ola bilər. Ona görə məsəl üçün tutaq ki, daha soyuq rənglərdən istifadə olunur, məsələn, qorxulu kinolarda və yaxud da nə bilim, belə yerlərdə istifadə olunur. Soyuq rəng göy rəngə doğru gedəndə adətən bu sizə nəyi xatırladır? Məsəl üçün qarlı qış axşamı məsəl üçün nətər olmalıdır? Yəni artıq sən havada göy rəngi hiss eləyirsən də. Amma yəni məsəl üçün isti tonlar olanda, tutaq ki, günəş çıxır, dəniz bir tərəfdə, sarı tonlar artıq avtomatik olaraq sənin keyfinə açır, səni daha da belə ki, xoşbəxt hiss elətdirir. Ona görə bu tonları öyrənmək, istifadə etdiyiniz, düzəltdiyiniz videolarda həmin rəng tonlarını düzgün tətbiq eləmək sizi tam olaraq izləyicinizə emosiyaları ötürəcəyiniz bir, belə deyək ki, alətə çevrilir. Rənglər bir alətə çevrilir ki, siz rənglər vasitəsilə insanlara emosiyaları ötürürsünüz. Növbəti danışacağımız məsələ də bütün bu artıq video məsələsindən danışdıq, video ilə bağlı olan bütün məsələlərdən danışdıq və hazırki dövrdə məsələn AI-ın düzəltdiyi, bəlkə də elə AI-ın deyə bilərik. Onun məsəl üçün bazasına getsək, ən əvvəlinə getsək, ilk dəfə 1937-ci ildə Snow White and the Seven Dwarfs filmi göstərilir. Bu film ilk tam metrajlı animasiya filmidir. Yəni bu vaxta qədər insanlar başa düşürdülər ki, onlar əllə çəkdikləri şəkilləri sürətli şəkildə hərəkət elətdirsələr, bu bir sürətli şəkildə bir-birindən keçsələr həmin şəkillər, o olacaq, insanlara video kimi görünəcək. Yəni bu da animasiyanın bazası ola bilər. Amma ilk tam metrajlı animasiya filmini məhz 1937-ci ildə onlar göstərirlər və bununla da indiki dövrdə olan bütün CGI deyirlər də, bu kompüter qrafikası ilə yığılan məsələlərin, animasiyaların, animasiya filmlərinin əsas bazası və ilk, belə deyək ki, nənəsi, babası o vaxtda yaranmağa başlayır.
Bu bizim hamımızın nə bilim çox sevdiyi hansı animasiya filmləri deyək, məsəl üçün Coco deyək, tutaq ki. Coco'nun yaranmasının mərkəzi babası o 1937-ci ildə Snow White and the Seven Dwarfs filmidir də, yəni təsəvvür eləyin. O vaxt həmin film yaranmasaydı, məsəl üçün, bugün belə bir şeylər yox idi. Amma indiki dövrdə artıq bunlar elə bir şeyə çevrilib ki, bu CGI məsələləri, kompüter qrafikası məsələləri elə bir formaya çevrilib ki, artıq onlar indiki vaxtın, indiki dövrün video productionında, kino sahəsində əsas rol oynayan məfhumlardan birinə çevriliblər. Yəni, məsələn, sən videonu düzəldirsənsə də belə, o videonu real şəkildə çəkirsənsə belə, o videonun hansısa hissəsini sən kompüter qrafikası ilə düzəldirsən. Yəni, kinolarda, məsəl üçün, çox hissəni bu formada düzəldirlər. Yaşıl ekranda, məsəl üçün, çəkirlər arxanı, özləri 3D qrafika ilə düzəldib, adamları ora yerləşdirirlər, amma adamlar hərəkətlərini eləyir, sanki həmin yerdəymişlərmiş kimi həmin kinonu davam elətdirirlər və indiki vaxtda sən demək olar bunu hiss eləmirsən ki, bu görəsən qrafika ilə yığıblarmı, yoxsa bunu həqiqətən çəkilibmi? Yəni, indiki vaxtda o elə bir texnologiya, elə bir belə deyək, səviyyəyə gəlib çatıb ki, artıq onu hiss eləmək mümkün deyil. Bu videolarımızın məqsədi də elə artıq real şəkildə birinci videomuzda danışdıq. Bütün bu sahədə baş verən yeniliklərin nə bizi hara aparır məsələsindən danışacağımız bir seriyamızdır. İlk fotodan danışdıq, ilk videodan danışdıq, videoya ilk dəfə səsin gəlməyindən danışdıq, videoya ilk dəfə rəngin gəlməyindən danışdıq və ilk animasiya filmindən danışdıq. 5 dənə. Gələn videomuzda yenə də daha maraqlı, ən son xəbərlərlə qarşınızda olacağıq. Növbətçi müxbir, mən Tunar Abzər. Sağ olun, gələn videomuzda görüşərik. Aynı yadıma düşdü.